İnsanı bəzən məhvə aparan məsələlərdən biri də müqayisədir. Bunun çox sadə bir misalı var. Məsələn, bir ailə nəzərdə tutun, şirin həyatları var, orta gəlirləri var. Məsələn, Azərbaycan reallığında deyim də, 3 otaqlı bir mənzili var, mənzildə adi əşyalardır, məmnundurlar həyatlarından. Övladları var və yaxud yoxdur, yaşayırlar. Günlərin birində həmin bu xanım təsadüfən hansısa bir tədbirdə və yaxud supermarketdə tanış olduğu bir rəfiqəsinin evinə gedir və həyat yoldaşına deyir ki, bərabər gedək. Gedirlər onların evinə, görürlər ki, onların təmtəraqlı bir evi var. Qayıdırlar evə və onların şirin həyatı zəhrimara dönməyə başlayır. Müqayisə. Başlayır müqayisə edir. Özünü rəfiqəsinin evi ilə, onun təmtəraqlı villası ilə müqayisə edir. Bax, müqayisə bugün müasir dövrdə insanları dəhşətli dərəcədə depressiyaya salır.